Bismillah. Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Əvvəlcədən kanalıma abunə olub, bəyənməyi unutmayın. Bugün vixoa mürəbbəsi hazırlayacağım. Əvvəlcə təmizləyirəm, hər iki tərəfini kəsirəm. Bu formada kəsib təmiz-təmiz yuyacağım. Burada 1 kiloqram vixoa var. 1 kiloqram şəkər tozu əlavə edəcəm. Axar suda yaxşı-yaxşı yumaq lazımdır. Sonra ət maşından keçirib pesoxlayacağım. Bəlkə bəziləri buna səpmə deyər, bəziləri başqa bir ad deyər. Mən buna mürəbbə deyirəm. Mürəbbə kimi də istifadə edirəm. 1 kiloqram vixoaya 1 kiloqram şəkər tozu əlavə edirəm. Bunu bişirmirəm. Sadəcə pesokla həll edirəm. Gedib gəlib qarışdırsam pesok içində həll oluna qədər. Bunu belə pesoku tökdün, həmin dəqiqə bankalara yığmaq olmaz. Mən bunu axşam hazırlamışam, sabah yığacam bankalara. Hər 1 saatdan, yarım saatdan bir gedib gəlib bu formada qarışdırmaq lazımdır. Artıq mürəbbəmiz hazırdır. Bankalara yığmaq lazımdır. Yığıram. İki banka alındı. Sizlər də hazırlayın. Hazırlayan hər kəsə indidən nuş olsun.